Salam, xəbərin brendi, günün trendi efirdədir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfər çərçivəsində gənc arıçı layihəsinin iştirakçılarından biri olan Altıağac qəsəbəsində yaşayan Dadaşovlar ailəsinin qonağı olub. Bu barədə Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib. Bugün Milli Məclisin plenar iclasında istilik təsisatı haqqında qanun layihəsi qəbul edilib. Qanun layihəsinə əsasən müəyyən hallar istisna olmaqla bu qanun qüvvəyə mindikdən sonra tikilən çox mənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır. Mərkəzləşdirilmiş istilik təsisatı sistemlərinin məcburi hala gətirilməsi bu sahədə ciddi dəyişikliyə səbəb olacaq və nəticədə enerji resurslarına qənaət edilməsi, ətraf mühitə atılan emissiyaların azaldılması təmin ediləcək. Qeyd edək ki, son illər Azərbaycanda istilik sektorunda ciddi islahatlar aparılır, böyük irəliləyiş əldə edilib. Qlobal Olimpik Sentr tərəfindən Dubayda təşkil olunan FISO beynəlxalq yarışmasının saxta olması ilə bağlı iddialar irəli sürən valideyn Vəfa Məmmədova özü və övladının yarışda iştirakı üçün həmin şirkətə 5000 manat ödəniş etdiyini deyib. Şikayətçi yarışa onunla bərabər 200-ə yaxın şagird və valideynin qatıldığını əlavə edib. Vəfa Məmmədovanın iddiasına görə həmin yarışmaya gələnlər arasında Mozambik, Özbəkistan, Gürcüstandan bir nəfər, Türkiyədən 2 nəfər olub, qalan iştirakçılar isə Azərbaycanlı imiş. Qlobal Olimpik Sentrin direktoru Xəyal İbrahimzadə ittihamlara cavab verib. FISO beynəlxalq yarışmasında Dubay şəhərində keçiriləcək final mərhələsində Azərbaycanla yanaşı 16 dənə bir yerdə 16 ölkə iştirak edib. Türkiyə, Rusiya, Çin, Vyetnam, Malayziya, Filippin, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızistan və s. Şagirdlərin sayı Azərbaycanlı şagirdlərin sayı komanda hesabına görə daha çox idi. Çünki Azərbaycanlı valideynlər Dubaya daha çox getmək istəyirlər və bu da beynəlxalq yarışma olduğuna görə beynəlxalq yarışmanın da əsas üstünlüklərindən budur ki, şagirdlərə daha çoxluq müəyyən edir ki, kim istəyirsə getsin. Digər ölkələrdə müxtəlif saylarda 20, 15, 35, yəni fərqli saylarda gələ bilərdi. Bu da hər ölkənin ölkə koordinatorunun vəzifə borcudur. Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində 11-ci binanın ətrafına köhnə su boruları gecə-gündüz su axıdır. Qaynar xəttimizə yazan şikayətçi bildirir ki, ətraf gölməçiyə dönüb hər gün tonlarla su israf olunur. Qatar yolunun düz bir addımlığında, bəli, həqiqətən də bir addımlığında restoran və obyektdən bir addım kənarda qatar paravoz keçir. Lənkəran şəhərindən xəbər veririk, təsəvvür edəndə də adam narahat olur. Ailəvi istirahətə gəlirlər, hansısa uşaq restorandan bir addım kənara addım atarsa, real təhlükə ilə üz-üzə qalar. Bu haqda sosial mediada paylaşımlar edilib. Obyekt tikiblər burada. Panorama, bura. Uşaq burada, ailə, uşaq. Bir dənə körpə uşaq çıxdı, necə olacaq burada, bura baxın. Zərdab rayonunun Türyançay ərazisində yerləşən Turan arıçılıq təsərrüfatı hücuma məruz qalıb. Gecə saatlarında naməlum şəxslər təsərrüfatda mövcud olan arı qutularına zəhərli maddə səpərək 50-yə yaxın arı ailəsinin tələf olmasına səbəb olub. Uzun illərdə arıçılıqla məşğul olan təsərrüfatın sahibi Vəli Cavadlının sözlərinə görə hadisə təsadüfi deyil, məqsədli şəkildə planlaşdırılıb. Bugünkü çəkilişimiz insanlığa sığmayan bir hərəkətin çəkilişidir. Bizi izləyənlərə xatir çalışacağım, belə deyək də, çox özümü təmkinlə aparıb, sözlərimə ciddi fikir verim, amma vəziyyət elədir ki, mümkündür. Bizim bu gördüyünüz təsərrüfatımıza dünən yox, sırağayın axşam gəlib, bütün yeşikləri durub ağzından dərman, içərisinə zəhər vurub. O vəziyyət budur. İndi bir-bir yeşikləri dəyişirik. Allahın yaratdığı bu təsərrüfatda bir arının qırıb, kütləvi şəkildə qırıb. Təsərrüfat tamamilə, bu təsərrüfatımız tamamilə, baxın. Ölüm haradadır? Deyirlər, gözlə,
qaş arasında. Hətta insana şah damarı qədər yaxındır. Odur ki, hər addımda təhlükəsizlik yüksək səviyyədə qorunmalıdır. Gəncə şəhərində 20 yanvar abidəsinin yerləşdiyi ərazidə yol kənarında quraşdırılmış işıq dirəklərindəki faza və elektrik kabellərinin açıq vəziyyətdə olması əhalinin narahatlığına səbəb olub. Dirəklərdəki naqillərin açıq şəkildə qalması, xüsusilə gecə saatlarında ciddi təhlükə yaradır. Şikayətçi vətəndaş bildirir ki, bu vəziyyət azyaşlılar üçün həyati təhlükə daşıyır. Baxın, bura Gəncə şəhəridir, 20 yanvar abidəsi tərəf. Burada məktəbdən tələbələrin getdiyi yoldur məktəbə. Bax, bu kabelləri beləncə burada qoymaq olmaz. Görürsünüz, burada fazalar hamısı burada açıq. 286 saylı məktəbin qarşısında keçirilən qabiliyyət imtahanı valideynlər arasında gərginliyə səbəb olub. Uşaqlarının birinci daxil olmasını istəyənlər, yəni binaya birinci daxil olmasını istəyən valideynlər arasında dava düşüb. Günah kimdədir bilmirəm, amma uşaqlar qabiliyyət imtahanı verməyə gəlmişdi, məktəbin qarşısında qabiliyyətsizlik gördülər. Xəzər rayonunun Şaxan qəsəbəsi Əliyar Əliyev 26 ünvandakı küçədə sakinlərdən biri həyətindəki çənini doldurduqdan sonra artıq suyu birbaşa küçəyə axıdaraq ərazini gölə çevirib. Nəticədə küçə palçıq içində qalıb, avtomobillər isə ərazidən keçməkdə çətinlik çəkir. Sakinlərin sözlərinə görə bu vəziyyət onların da gündəlik hərəkətinə əngəl törədir. Xahiş edirdim bu mövzunu işıqlandırasınız, bu problemi daha doğrusu. Şaxan kəndinin sakinləriyik biz. Biz buradan bu evin ucbatından rahat yolumuzu keçə bilmirik. Bunun bakı dolur, bu sakinin bakı dolur, axır küçəyə. Yəni çənlərini doldurur öz üçün, küçəyə qalanı da axır küçəyə belə. Cəmaatın yolu, bura indi biraz yaydı deyə quruyur. İşte burada ümumiyyətlə keçmək olmur, tamamen göl olur. Bir yaşayış var, nə var, bələdiyyə mütəşəkkillərin sakinləri müraciət edir. Heç kim bu mövzunu işıqlandırmır. Xırdalanda Heydər Əliyev adına parkda ağacların dibinə maşın yağı tökərək ağacı məhv edirlər. Kim edir bilinməsə də bu üsuldan ağacların kəsilib yerində tikinti işləri aparmaq kimi cəhdlərə təəssüf ki, tez-tez rast gəlinir. Şam ağacıdır. Dibinə yağ töküblər bax. Və yağdır. Maşın yağıdır, nədir? Yəni ağac da quruyur öz-özünə. Yəni bunu niyə tökələr? Kim töksün? Yəni onu araşdırmaq lazımdır. Bakıda avtobus marşrutlarının keçdiyi küçə 2 aydıq kanalizasiya suları ilə doldu. Paytaxtın Nizami və Sabunçu rayonlarının kəsişməsində yerləşən Yavər Əliyev küçəsində artıq 2 aydan çoxdur ki, kanalizasiya problemi yaşanır. 113, 191, 213 və 106 saylı avtobus marşrutlarının hərəkət etdiyi bu yolda kanalizasiya sularının axını nəqliyyatın hərəkətini çətinləşdirib. Bugün səhər saatlarında Xətai rayonunda Gəncə prospektində qəza baş verib. Avtobus minik avtomobilinə çırpılıb. Bakı-Ələt yolunda ağır qəza baş verib. Sürət zolağında yük maşını idarə edən sürücü başqa sürücülərə problem yaratdı. Yavaş sürmək istəyirsənsə, niyə sürət zolağındasan? Hansı ağılla, hansı vicdanla edir bu hərəkəti? İndi təqdim etdiyim videonu izləyəndə adam bu sualların cavabını axtarır. Birinci sözüm bu sürücüyədir. Harca 1 kilometr bir sürücünün dalıcan gelmişəm. Marqat deyirəm, yol vermir. Sənə görə mən niyə görə sağdan girib avqon eləməliyəm? Sən özün çıxmırsan yoldan. Polis təkcə qorumur, həm də dəstək olur. Belə videolar görəndə adam sevinir. Gürsulu çaydan keçməklə həyatını təhlükəyə atan KAMAZ sürücüsü işini yaxşı bacardı. Amma kənardan KAMAZın çayı keçməsini həyəcanla izləyənlər heç bir işin bu riskə bərabər olmadığını deyir.
İşin çətinliyi, maddi sıxıntılar belə adamı hər zaman yormamalıdır. İnsan ruhunu gənc saxlamalıdır. Təqdim etdiyim videodakı zəhmətkeşlər kimi. İndi sizə Azərbaycanın elə bir füsunkar şəlaləsini göstəririk ki, bunu tamaşaçılarımızın bəlkə də 99%-i görməyib. 051 583 2408 nömrəsinə qaynar xəttimizə yazan tamaşaçı xahiş edir ki, Laçın rayonu Ağbulaq kəndində lentə aldığı bu şəlaləni sizlərə də göstərək. Gözümüz gözəlliyi görsün. Hörmətli tamaşaçılar, məhz bu xəbərlə günün trendi bu günlük yekunlaşdı. Sabah yenidən görüşərik, vədimizə sadiq olaq.